başlayırıq Avropanın relyefi və geoloji quruluşu haqqında. Demək, birinci sayacaq Avropanın ucqar nöqtələri. Ucqar deyəndə nə başa düşəcək? Yəni ən şimalda, ən cənubda, ən şərqdə və ən qərbdə yerləşən nöqtələr. Yəni burada ən hündürdən söhbət getmir, ən ucqar yeri, ən bitən yerindən söhbət gedəcəkdir. Ucqar nöqtələri şimaldakı olacaqdır. Nord-Çin burnu bu ölkə olaraq yerləşir Norveç dövlətinin ərazisində. Ucqar cənub nöqtəsi adlanır Mərakeş burnu. Mərakeş burnu yerləşəcəkdir İspaniya dövlətinin ərazisində. Ucqar şərq nöqtəsi Avropanın yerləşəcəkdir Ural dağlarının deyəcək şimal-şərqi, yəni bu hissəsində olacaqdır. Bir də ucqar qərb nöqtəsi qaldı. Ucqar qərb nöqtəsində adı Roka burnudur. Roka burnunda yerləşir Portuqaliya dövlətinin ərazisində. Digər bu bir xəritədə də ölkənin yerlərinə baxa bilərsiniz. Deməli, oldu hansı şimal ucqar nöqtəsi burada yerləşir Norveçə düşdü. Ucqar cənub nöqtəsi Mərakeş burnu bu yerləşir İspaniyada. Ucqar şərq nöqtəsi Rusiyada yerləşəcək. Bu Ural dağlarının şimal-şərqi sayılır. Ucqar qərb nöqtəsi isə adı oldu Roka burnudur. O da Portuqaliya dövlətinin ərazisindən düşür. Yarımada olaraq da desək, Pireneya yarımadasında həm bu Mərakeş burnu Pireneya yarımadasına düşür, həm də ki Roka burnu Pireneya yarımadasına düşmüş olur. Sonra indi biz bunu beləcə ümumiyyətlə 4 hissəyə, Avropanın şimal regionu, sonra Avropanın mərkəzi regionu, Avropanın cənub regionu, bir də Avropanın şərq regionu olaraq 4 hissəyə böləcək. Avropanın şimal regionu haqqında danışacaq. Birinci burada keçdiyimiz dağ vardı, Skandinaviya dağları. Deyin görün nə vaxt yaranmışdı bu Skandinaviya dağları? Hansı dağa mənə gəlməliydi? Kaledon. Hansı era idi bəs? Paleozoydu. Deməli bu dağ nə sayılacaqdır? Qədim dağ sayılacaqdır. Bunun hündürlüyündə Skandinaviya dağlarının ən hündür zirvəsi qalxıb Viking zirvəsi olacaq. Bəli, nə qədər idi? 2469 2469 metr, ola bilər 1 metr aşağı yuxarı yazılır bu heç. Dedi, Skandinaviya dağları qədim dağ olacaqdır, hündürlüyü bu sərdən azdır, cəmi 2468 və 69 metr olacaqdır. Bu burada yerləşən, amma ən əsas dağ sayılacaq, başqa bir dağ adı deməyəcəyik. Elə yarımada olaraq da əsasən Skandinaviya yarımadasından, bir də bu hissədə Kola yarımadasından ibarət olacaqdır. Bir də burasında Jutlandiya yarımadasını qeyd edə bilər. Deməli, buranın əsasən relyefin əmələ gəlməsində deyirik ki, buzlaqlar üstünlüyü təşkil edəcəkdir. Burada buzlaq relyef formalarından hansının adını görülür? Fiordların adını görülür. Yəni, Avropanın şimal tərəfində, həm də Moren təpələr, Moren trilərində adlar burada qeyd olunur. Yəni, Avropanın şimal tərəfində əsasən eksogen qüvvələrdən hansı daha çox rol oynayacaqdır, hansı daha çox təsir edir? Əvvəlki buzlaqlar daha çox təsir edəcəkdir. Yəni, bu fəaliyyətin adı nə idi? Buzlağın daha fəaliyyəti ekzarasiya idi. Burada fiordlar nə idi? Yadımıza salaq. Deyəcək ki, quruya çox daxil olmuş ensiz dərin körfəzlərdir. Məsələn, bu körfəzi, bu Bengal körfəzidir. Yəni, bunun elə ki, kiçik forması olacaqdır. Bu körfəzin balaca bir forması biz fiord adlandıracaq. Yəni, fiordu da nə yaratmış oldu? Dedik ki, buzlaqlar yaradacaqdır. Digər buzlaq relyef formalarından hansı rast gəlirik? Moren tirələri, Moren təpələri, karlar, sirklər, bunlara rast gəlir. Bu da dedik ki, ümumiyyətlə, qədim dağıtsa bu platformada yerləşir, yoxsa geosiqnalda deyin görək. Qədim dağıtsa platformada yerləşir. Yəni, bura seismik sayılmayacaqdır. Amma Şimali Avropa regionunda burada bir dənə İslandiya adası da var. İslandiya adası bilirik ki, hansı sərhəddə yerləşir? Divergensiya. Deməli, bura litosfer adasının sərhədidir. Bura artıq platforma deyil, bura geosiqnaldır. Yəni, sorsa ki, Avropa, Şimali Avropa sadəcə platformadan ibarətdir, bu ifadə səhvdir. Çünki İslandiya adası da bu Şimali Avropa regionuna daxildir və İslandiya adasında vulkanlar keçəcək. Bunlar hansılardır? Hekla və Bardarburqa vulkanları ki, bunlar fəaliyyətdə olan vulkanlardır. Yəni, bura ümumiyyətlə nədir? Seismik qurşaq sayılacaqdır. Şimali Avropa haqqında bu qədər. Bunu dedik, Şimali Avropada bir də qısaca deyim, nə oldu? Əsas relyef vahidi dağ olaraq hansı dağın adını çəkirik? Skandinaviya dağları ən hündür zirvəsini aldı. Qalxır ki, metr olaraq 2468 metr. Sonra dedik ki, burada əsas eksogen qüvvə hansı idi? Ekzarasiya. Bəli, ekzarasiya, yəni buzlaq relyef formalarına nələrə rast gələ bilər? Fiordlar, Moren təpələr, Moren trilərə rast gələ bilər, troglara da rast gəlmək olur. Burada hər yeri platformadır, deyirik ki, yox, İslandiya adası bu qaydanı pozur. Deyirik ki, İslandiya adası geosiqnaldır və divergent sərhəddə yerləşəcəkdir. Skandinaviya dağları isə özü nə konvergentdir, nə də ki, divergent deyil. Bu tipli sual var, bu qarşınıza çıxacaqdır. Yəni, Skandinaviya dağları nə konvergentdir, nə də ki, divergent sayılmayacaq, heç birinə aid deyil. İslandiya adasında yerləşən vulkanlar, Hekla, Bardarburqa vulkanı var. Bu vulkan xəritəsində də qeyd olunubdur, oradan da öyrənəcəksiniz. Divergent sərhəddə yerləşdi.
Sonra davam edirik indi Orta Avropa. Orta Avropa relyefi iki hissədən ibarət olacaqdır. Bir hissəsi deyirik ki, geniş düzənliyi olacaqdır. Bu düzənliyin adı nədir? Almaniya Polşa ovalıdır. Bu nə idi? Platformaydı. Hansı platformaydı dedik ki, bəli, cavan platforma sayılacaqdır. Almaniya Polşa ovalının yerini bilirik ki, bu hissədə, bu yaşıl rəngdə olan yer cavan platforma sayılacaqdır. Cənub tərəfi isə cavan dağlar olacaqdır. Yəni burada da platforma deyil. Bütövlükdə desək ki, platformada əlbəttə ki, yox. Burada cavan dağlar var. Hansılardır? Qövsvari formada olan Alp dağları, bir də qövsvari formada olan Karpat dağlarıdır. Hər ikisi də bilir ki, Alp qırşığında əmələ gəlibdir. Yəni bunlar Kaynazoya aid olacaq. Alp dağlarının ən hündür zirvəsi də bilirdik ki, nə idi? Mont Blanc nə qədərdir? 4807 metrə bərabərdir. Sonra burada danışacağıq nə haqqında? Polderlər haqqında. Polderlər nədir? Polderlər əvvəllər deyirik ki, dəniz dayazlığı olubdur. Dəniz dayazlığı nə idi? Yəni əvvəllər şelf olubdur. Sonra da bu qurudulubdur. Yəni qurudularaq nəyə çevrilibdir? Adi düzənliklərə çevrilibdir. Bu antropogen mənşəli düzənliklər olacaqdır. Yəni insanlar yaratdığı bir düzənlik sayılacaqdır. Bu Niderlandda daha çox rast gələcəkdir. Bu ölkə olaraq dedik Niderland, region olaraq hansı region dedik? Mərkəzi Avropa, yəni Orta Avropa sayılacaqdır. Deməli, bu əvvəllər suyun altında oldu, amma insanlar bunu qurudublar və hal-hazırda polderə çeviriblər, düzənliyə çeviriblər. Deməli, Niderlandların hətta belə bir söz var, deyirlər ki, bütün ölkələri Tanrı yaradıbdır, amma Niderlanda deyirlər ki, Niderlandlar özləri yaradıbdır. Səbəb nədir? Ölkələrin sahəsini bu polderlər vasitəsilə düz 40%-ə qədər genişləndirməyi bacarıblar. Yəni, ölkələrin xeyli okeanları qurudaraq ölkələrini genişləndiriblər. Bu dağlar dedik, bayaqların hansı dağlar idi? Alp və Karpat dağları, qövsvari formaya malik olan dağlardır. Buradan cavan dağlarda deyək, şiş uculu olacaqdır. Əlbəttə ki, burada pik şəkilli, yəni şiş uculu zirvələrdən ibarət olacaqdır. Mont Blanc dedik ki, zirvənin adı nə deməkdir? Ağ dağ deməkdir, Mont dağ deməkdir, Blanche isə ağ mənaya gələcəkdir və burada ölkələrin adlarını bilmək lazımdır ki, Alp dağlarında yerləşən ölkələr hansıdır deyə soruşanda deyəcəyik, Fransa, İsveçrə, Avstriya və İtaliya. Bu ölkələr əsasən Alp dağlarında yerləşən, Alp dağlarını əhatə edən ölkələr sayılır. Burada deyir, həm qışda turizm kimi istifadə olunacaqdır, həm də yayda turizm obyekti kimi istifadə olunacaqdır. Yəni, bu dağ kurortu, dağ turizmi inkişaf edirdi. Həm qış olaraq, burada qışda alpinizm, yayda isə nə deyəcək, yəni istirahət mərkəzi kimi istifadə olunur. Bu şəkildə, adı məndə yaxşı düşmürdü, şəkildə sizə verildiyindən Motterhorn piki verilibdir. Burada Şermat kurortu, Motterhorn piki harada yerləşir deyə sorsalar, deyəcək, Alp dağlarında yerləşir. Bu tipli suallar olur. Yəni, dərsin içində yazılmışdır, şəkildə o zirvənin adı yazılıbdır. Hansı dağda yerləşir sorsa, deyəcək, Motterhorn piki məhz Alp dağlarında yerləşir. Ölkələr hansılar oldu dedik? Avstriya, İsveçrə, İtaliya, Fransa, bir də burada Liechtenstein də var ki, həmin o Liechtenstein də bu Alp dağlarına düşür. Deməli, Orta Avropanın bir də üstündən keçək, sualca edək, nə dedik? Orta Avropada hansı düzənliyi də əsas reyli forması? Almaniya Polşa var. Dedik, bu nə idi? Platforma deyil, cavan platforma idi. Deməli, akkumulyativ düzənliyi olacaq, onu da yadımıza salaq. Amma bütövlükdə platformadan ibarət edik, dedik, yox. Nəyə görə? Çünki cənubunda cavan dağlar var. Adları nə idi? Cavan dağların adı hansı dağlar idi? Alp, bir də Karpat. Qövsvari formaya malik olan Alp, Karpat dağları idi. Alp dağlarının hündürlüyü nə qədər edik? 4807 Polder nə idi? Yaxınıza salaq bir də. Polder nə oldu? Qurutulması. Bəli, düzənlik. Əvvəl dəniz dayazlığı olmuş ərazilərin qurudulması. İnsan tərəfindən qurudulub və beləliklə nəyə çevrilir? Antropogen mənşəli düzənliyə çevrilir. Region olaraq Mərkəzi Avropada idi, ölkə olaraq hansı ölkədə idi dedik? Niderlandda yerləşəcəkdir. Alp dağlarının yerləşdiyi ölkələr hansılar oldu? Fransa, İsveçrə, İtaliya, Avstriya. Bu dağı dedik, Liechtenstein. Əsas bir dördə düşür, işlərdə yoxsa sizə də filoloji düşünür. Digərinə baxırıq Cənubi Avropa. Cənubi Avropa isə burada deyirik ki, yenə bütövlükdə ümumiyyətlə, əsasən bütövlükdə geosinkronal qurşaq olacaqdır, Alp Himala geosinkronalından ibarətdir. Burada əsasən yarımadalar və adalar olacaq. Pireneyin yarımadası, Apennin yarımadası, Balkan yarımadası olacaq. Adalarda isə Balear, Korska, Siciliya, Sardiniya, burada Krit, Kipr kimi adalar olacaqdır. Yəni bütövlükdə bu hissə geosinkronaldır. Dağlardan, cavan dağlardan hansılar deyici? Burada Pireney, Əndəlüs dağlardır,
İtaliyada yerləşən Apennin dağlarıdır, Balkan və Dinar dağlarıdır ki, bunlar hamısı cavan dağlar olacaq. Burada ən çox qarşılaşılan nə idi? Alp dağlarını çox adam götürüb Cənubi Avropaya aid edir. Amma Cənubi Avropa deyil. Çünki Alp və Karpatın hər ikisinə aid etdiyi hara məhz Mərkəzi Avropa olaraq qeyd etdik. Uran dağları, yarımadalar, yəni Apennin və Balkan, Dinar, bir də dedik ki, Prini və Əndəlüs dağları olacaq. Burada da yenə seismik cəhətdən fəaldır və burada vulkanlar olacaqdır. Burada ikisinin adı yazıldı. Etna və Vezuvi fəaliyyətdə olan vulkanları. Etna dedik ki, bir də Stromboli var, bu da xəritənizdə var. Hər üçü İtaliyanın ölkəsi. Ölkə olaraq İtaliyanın arasında düşəcəkdir. Vezuvi yarımada olaraq Apennin yarımadasında yerləşir. Etna Siciliya adasında yerləşəcəkdir. Bunu bilmək lazımdır. Çünki testlərdə düşür ki, adada, yarımadada yerləşənləri seçin. Bir də Stromboli var, elə orada eyni adlı Stromboli adasında yerləşir. Sonra Kars relief formalarına ən çox Avropanın cənubunda rast gələcəkdir. Ekzarasiya dediyi Avropanın arasındadır, şimalında. Ekzarasiya bu hissədədir, Orta Avropada rast gələcəkdir. Yəni bu hamar düzənliyə çevrilibdir. Səbəbi nədir? Buzlaqlar bura təsir etdiyi üçün. Amma burada daha çox Kars relief formalarına rast gələcək. Kars platosu Cənubi Avropaya aid olacaq. Kars platosu yerləşir harda? Balkan yarımadasında. Burada Kars mənşəli mağara var, hansıdır? Astoyna mağarasıdır. O ölkə olaraq harda yerləşir? Sloveniya dövlətinin ərazisinə düşür. Burada da deyir ki, Avropanın ən böyük Kars mağarası sayılacaqdır. Burada deyir ki, 20 kilometr dərinlikdə yeraltı keçidlər və müxtəlif zallardan ibarətdir. Demək, Kars prosesi deyici hara aiddir? Cənubi Avropaya aid olacaqdır. Buranı dedik, növbəti keçirik Şərq Avropa. Şərq Avropa isə əsasən düzənlikdən ibarətdir. Baxırıq ki, düzənliyin adı da elə Şərq Avropa düzənliyidir. Və bu Ural dağlarına qədər uzanır. Yəni, Ural dağlarının özü də Avropaya aid olacaqdır. Bu Avropa ilə Asiyanın sərhədi var. Ural dağları özü Avropaya aiddir. Bunun ən uc nöqtəsi burada Ural dağlarının şimal-şərqi sahilidir Avropanın. Yəni Ural dağları bütövlükdə Avropaya düşür. Demək, Ural dağları qədim dağdır. Bunun aşağı hissəsində deyirik ki, cavan dağlar da var. Bu hissədə. Şərq Avropada həm qədim dağ, həm də cavan dağlara rast gələ bilərik. Qədim dağ Ural dağlarıdır, Hersin qırışıqlığında paleozoyda yarandı, amma cənubunda iki dənə cavan dağ var, Krım və Qafqaz dağları. Bu Şərq Avropa regionunda yerləşən cavan dağlar hesab olunur. Əsas relief forması dedik ki, Şərq Avropa düzənliyidir və burada biz nələr keçmişdik? Biz burada nələr keçmişdik? Yüksəklər keçmişdik. Bu yüksəklər hansılardır? Orta Dunay, Valday, Orta Rusiya adında yüksəklərdir. Hansılar oldu? Demək, Valday, Orta Rusiya, Orta Dunay, Dnepr boyu kimi yüksəkləri qeyd edə bilərik. Sonra bir də burada Avropanın ən hündür nöqtəsi də, ən alçaq nöqtəsi də məhz yerləşəcəkdir Şərq Avropada. Ən hündür nöqtəsi hansıdır? Elbrus zirvəsidir. 5640 kilometrdən Qafqaz dağlarında yerləşir. Ən alçaq nöqtəsi hansı idi? -27 haraydı? Küraras Asiya düşür. Amma Xəzəryanı deyilir. Xəzəryanı Avropanın ən alçaq nöqtəsidir. Xəzəryanı olmalı bu yuxarıdakı. Küraras amma burada. İkisi də Xəzərin sahilindədir, ikisinin də səviyyəsi -27 olacaqdır. Və burada reliefi hamardır deyə, düzəndir deyə, burada iri şəhərlərdə rast gələcək. İri şəhərlər hansılardır? Məsələn, Moskva, Sankt-Peterburg, Minsk, Kiyev kimi böyük şəhərlərə və paytaxt şəhərlərinə rast gələ bilərik. Bu oldu Avropanın reliefi.